təhlükəsizlik, regional əməkdaşlıq və dövlətlərarası münasibətlərin gücləndirilməsi üçün əsas şərtlərdən biridir. Hazırda Azərbaycan hərbi arsenalını yeni qarşıdurmaların təşviqi deyil, bölgədə dayanıqlı sabitlik və təhlükəsizliyin təmini üzərindən nümayiş etdirməyə çalışır. Yəni, Azərbaycan ordusu sülh ordusudur və böyük qələbədən sonra belə rəsmi Bakı heç vaxt müharibəyə çağırış şüarları ilə çıxış etmir. Çünki təhlükəsizlik müharibə səhifəsinin bağlanmasını və Bakı-İrəvan dialoqunun səmərəliliyini şərtləndirəcək. Yeri gəlmişkən, həftə içi Rusiyadan Azərbaycan ərazisindən keçməklə 1048 ton 800 kiloqram buğda daşıyan 15 vaqonun Böyük Kəsik stansiyasından Ermənistana yola salınması, həmçinin Qazaxıstandan Ermənistan üçün göndərilən təxminən 1000 tonluq 15 vaqon buğdanın Azərbaycan marşrutu ilə qonşu respublikaya çatdırılması ölkəmizin postmuharibə dövrü üçün strateji hədəflərinin mahiyyətinə tam aydınlıq gətirir. Bəli, bu siyasət 30 il müharibə şəraitində yaşayan iki xalq arasında mövcud düşmənçiliyi, nifrəti aradan qaldırmağa, yaxın qonşuluq əlaqələri qurmağa xidmət edir.